Oktyabr ayında xarici diplom tanınması üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Panjomi TV-yə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma. 28 əhəmiyyətli fərq. 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq. 5 akkreditasiyasız ali təhsil müəssisəsi. 3 təhsil alma forması, 2 autentik olmayan diplom. 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma. 1 əczaçılıq ixtisası qiyabi təhsil alma formasında bir tibb bacısı qardaşı işi. Qiyabi təhsil alma formasında ixtisasını göstərmək mümkündür. Ölkələr üzrə Türkiyə Respublikasından 292. Rusiya Federasiyasından 176. Ukraynadan 123, Gürcüstandan 36. Belarus Respublikasından 23. Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10. İtaliya, Latviya Respublikalarının və Macarıstanın hər birindən 6. Çex, Litva və Polşa Respublikalarının hər birindən 5. Almaniya Federativ və Çin Xalq Respublikalarının hər birindən 4. Belçika və İrland Krallıqları. İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3. İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstan Respublikalarının hər birindən 2, Pakistan İslam Respublikası, Avstriya, Estoniya, Qırğız Respublikaları, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən bir müraciət qeydə alınıb. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.